2016-cı ilin aprel döyüşlərindən sonra Cəbrayıl rayonunun Cocuq-Mərzanlı kəndi Böyük Qaydışın ilk məntəqəsidir. İkinci Qarabağ müharibəsindən sonra isə Cəbrayıl şəhəri və Horoğlu kəndi keçmiş məcburi köçkünləri qarşılayıb. Bugün isə daha bir yaşayış məntəqəsinə ev sahibləri qayıdır. Şükürbəyli kəndinin əsası Cavanşir nəslinin davamçıları tərəfindən qoyulub. Füzuli rayonunun Şükürbəyli kəndinin təməlini qoyanlar da eyni nəslin nümayəndələridir. 1993-cü ildə ermənilər tərəfindən işğal olunan Şükürbəyli kəndi 2020-ci ildə rəşadətli Azərbaycan ordusu tərəfindən işğaldan azad edilib. 2023-cü ildə Prezident İlham Əliyev kəndin təməlini qoyub. Bugün isə Şükürbəyli sakinlərini, əslində sahiblərini qarşılayır. Bir qədər sonra Prezident İlham Əliyev kəndin açılışında iştirak edəcək, fərdi evlərlə tanış olacaq, sakinlərlə görüşəcək, o cümlədən orta məktəbdə görülmüş işlərlə tanış olacaq. Qeyd eləyək ki, bu vaxta qədər Qarabağ və Şərqi Zəngəzurda 25 ümumi 12 məktəbə qədər təhsil müəssisəsi fəaliyyətə başlayıb. Şükürbəyli məktəbində son konsultasiyalar tədbirə hazırlıq üçün. Və texniki məsələlər həllini tapır. Havanın hərarəti ilə əlaqədar olaraq təqdim olunacaq stendlər içəridə yerləşdirilir. Stendlərdə dövlət başçısına nələr təqdim olunacaq? Şükürbəyli kəndinin planı və infrastruktur layihələri, həyata keçirilmiş işlər. Uşaq bağçası, məktəb, musiqi məktəbi, yaşayış evləri, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi və digərləri. Təqdim olunan digər stendlərdən aydın olur ki, 221 nəfərlik akt zalı, kitabxana, yeməkxana, idman zalı və digər otaq və laboratoriyalar mövcuddur məktəbdə. Şagirdlərimiz nəzəri biliklərlə yanaşı, həm də bu cür peşə bacarıqlarına yiyələnəcəklər. Hər cür avadanlıqlar var, hətta taxta kəsmə, yonma, cilalama üçün avadanlıqlar. Sinif otaqları ilə yanaşı laboratoriyalarda şagirdləri gözləyir. Ən müxtəlif təcrübələri aparmaq üçün imkanlar var burada. Üç rəngli bayraqlarımız ulduz şəklində dəmir konstruksiya üzərində yerləşdirilib. Emin müəllim, baxmayaraq ki, siz Basketbol Federasiyasının prezidentisiniz, amma həm də yaxşı futbol oynayırsınız. Maraqlı oyundur. Mən düşünürəm ki, belə oyunlar çox olsa daha yaxşı olar o mənada ki, gənclərin və ümumiyyətlə insanların idmana olan marağı biraz da artar. Umarım ki, gələcəkdə belə təşəbbüslər müxtəlif qrupların, o cümlədən media ilə hökumət arasında da yəqin ki, belə təşəbbüsü Gənclər İdman Nazirliyi bəlkə nə vaxt irəli sürər, yaxşı, maraqlı təcrübə idi.
Kənddə artıq 635 ev hazırdır. Görək necə hazırdır və Şükürbəylilər hansı şəraitdə yaşayacaq. Mətbəx mebeli ilə təchiz olunub. Bir, 2, 3 və digər 4 otaqlı mənzil. Hətta 5 otaqlı mənzil. Kənddə həmçinin hər biri 80 yerlik olmaqla 2 körpələr evi, uşaq bağçası, həkim məntəqəsi, musiqi məktəbi, klub icma mərkəzi və yerli icra strukturları üçün inzibati bina tikilib. Şükürbəyinin yerləşdirilməsi kifayət qədər amma maraqlı yerdədir. 17 kilometr Cəbrayıl şəhərində məsafəsində və Araz vadisi iqtisadi zonadan 14 kilometr məsafədə yerləşir. Magistral yolunun sol tərəfindən, dəmir yol xəttinin sağ tərəfində və çox strateji bir mövqedə yerləşir. Bizim Cəbrayıl rayonumuz üçün, onun inkişafı üçün və kifayət qədər əlverişli bir məkandadır. Sakinlərə təqdim olunacaq açarlar. Məsələn, Şükürbəyli kəndi, küçə 1, ev 59. Rəhman Rəsulova təqdim olunacaq açar. Xeyirli olsun. 40 yaşımda buradan çıxmışım. 40 yaşımda. Uzun müddət elə bax bu torpaqda müəllim işləmişim. Yaxşı yetişdirmələrim var burada. İndi 73 yaşımda qayıtmışam. O qədər sevinirəm. Belə bir gözəl şəraiti yaratdığına görə Cənab Prezidentimizə minnətdarlığımı bildirirəm. Qarabağın bütün zonalarında insanlar öz doğma yurtlarına qovuşur. Biz də eləcə də bugün kəndimizə gəlmişik. Bu təəssüratları sizinlə bölüşmək bizim üçün çox şərəflidir. Ehtimal edirəm ki, müəllimsiniz. Bəli. Məktəblə tanış olmusunuz? Kənardan görmüşəm, ancaq otaqlarını gəzməmişəm. İnşallah yəqin ki, bugün tanış olarıq. Həm də pedaqoji fəaliyyətinizi Bəli, burada pedaqoji fəaliyyətimizi inşallah ki, burada davam etdirəcəyik. Müəllim təkcə şagird öyrətmək deyil, müəllim peşəsi elə bir peşədir ki, istədiyin yerdə nəyisə öyrətmək bizim sanki boynumuzu seçdiyimiz peşədir, bizə belə nəsib olub. Deyirlər, Allah əgər sizi kiminsə həyatına, kimlərinsə həyatına toxunmaq üçün seçibsə, siz istəsəniz də, istəməsəniz də müəllim olursunuz. Sağ olun, təşəkkür edirik. Uğur olsun. Sağ olun, minnətdarım. 8 yaşlı, 2-ci sinifdə oxuyaraq çıxmışam. İndi hal-hazırda 40 yaşım var, müəllim kimi qayıtmışam. Mənim üçün çox sevindirici haldır. Kənddən 32 yaşda çıxmışam. Çıxan müddətdə silahlı qüvvələrdə xidmətə girmişəm. 1993-cü ildən 2015-dən təqaüddəyəm. Bu bölgələrdə də döyüşmüsünüz? Bəli, bu bölgə Şükürbəyli kəndindən başlayaraq yəni xidməti 2015-ci ildə başa vurmuşam. Bir uşaq kimi yəni buradan çıxmışdıq. Artıq 41 yaşında bu kəndə qayıdırıq. Çox sevincli bir gündür. Özünüz də görürsünüz ki, yəni necə gözəl bir şərait yaradılıb. Bugün Şükürbəylilər üçün də tarixi ədalət anıdır. Onlar öz doğma yurd yuvalarına qayıdırlar və onlara evlərinin açarlarını Prezident İlham Əliyev təqdim edəcək. Mənim keçmiş köçkünlərlə işğal dövründə çox sayılı görüşlərim zamanı hər zaman deyirdim ki, biz torpaqları azad edəndən sonra bütün şəhər kəndləri quracağıq, daha gözəl vəziyyətə onları gətirəcək. Bugün Şükürbəyli kəndinin timsalında bunu görürük. Kənd çox müasirdir, bütün şərait var, yaşamaq, çalışmaq, təhsil almaq üçün həm
məktəb, musiqi məktəbi, 2 uşaq bağçası, tibb məntəqəsi, əlbəttə ki, gözəl, yaraşıqlı evlər. Burada siz Şükürbəyli kəndinin sakinləri rahat yaşayasınız. Sizi ürəkdən təbrik edirəm. Sizə can sağlığı. Sağ olun. Təşəkkür edirəm sizə. Təbrik edirəm. Prezident İlham Əliyev indicə sakinlərlə söhbəti zamanı bu torpaqların məhsuldarlığından bəhs etdi. Ancaq bildirdi ki, bu dövrdə məhsuldarlıq o qədər də yüksək olmayıb. Bunun səbəbinə gəldikdə isə bu, ermənilərin işğal dövründə bu torpaqları kənd təsərrüfatı qaydalarına zidd olaraq istismar etməsi ilə bağlıdır. Dəvət olunur Rüstəmov Yusif İsavov. Sağ olun. Çox sağ olun. Həsənova Zemfira Fahmi. Təbrik edirəm. Çox sağ olun. Fəhəliyeva Mina Cəlil. Təbrik edirəm. Çox sağ olun, təşəkkür. Getdik. Kortej indi Cəbrayıl rayon xəstəxanasına doğru yol alıb. Bir qədər sonra Prezident İlham Əliyev Cəbrayıl rayon mərkəzi xəstəxana kompleksində görülən işlərlə tanış olacaq. Qeyd eləyək ki, bu xəstəxana stasionar və ambulator xidmətlər göstərəcək, ən müasir avadanlıqlarla təchiz olunacaq. Dövlət başçısına burada stendlər vasitəsilə xəstəxanada görülən və görüləcək işlər barədə məlumat veriləcək. Cəbrayıl rayonunun Sultanlı kəndində 330 kilovatlıq Şəfəq yarımstansiyasının açılışı da bu səfərin mühüm hadisələrindəndir. İşğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı günəş elektrik stansiyası və ən böyük, birbaşa xarici investisiya layihəsi olaraq BP şirkəti tərəfindən Cəbrayılda tikilən 240 meqavatlıq Şəfəq günəş elektrik stansiyasının enerji sistemə inteqrasiyası üçün iri həcmli işlər həyata keçirilib. Bahar fəslidir, istehlakımız düşüb, su boldur bu il. Onunla biz artıq orada bir xüsusi bir gün göstərmişik ki, artıq bərpa olunan enerji payı ümumi istehlakda və yaxud da istehsalda fərq etməz 41%-ə çıxır. 17 aprel tarixində saat 14:00. 17 aprel tarixində saat 14:00. Amma aylığı 41%-ə çatıb artıq. Bəli, 40. Ancaq ümumi günlük 36,5%-dir. Orta hesabla bu. Bəli, bu bahar rejimində, yəni su ilə bir yerdə. Yəni bu da göstərilir 24%, sudur 17%. Yəni bu bərpa olunan günəş və külək. Təşəkkür edirik. Biz sizi çox saxlamayaq. 2-3 dəqiqə sonra siz dövlət başçısına təqdim edəcəksiniz məlumatları. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa olunan enerji resurslarından istifadə ilə bağlı daha bir layihə həyata vəsqə qazanır. Şəfəq günəş elektrik stansiyası istifadəyə verilir.
Bu Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli 12 binadan ibarət ilk yaşayış kompleksidir. Eyni zamanda bu cür townhouse-lar istifadəyə verilir. 8 ev, 2 mərtəbəli townhouse tiplidir bunlar. Bunlar. 4-də də isə 1, 2, 3, 4 qabaqda. 3 mərtəbəli çox mənzilli yaşayış evidir. Yəni bunların bir bloku bir adamındır. Ona görə townhouse. Bunlar isə bloka girdin, sağ biridir, sol biridir. Yuxarıda sol. 3 mərtəbəli, çox mənzilli bunlardır. 8 dənə də townhouse. 8 isə townhouse. Cəmi 104 mənzildir. Mənzillər həm çox böyük zövqlə təmir olunub, həm də təbiətə bu cür gözəl mənzərə açılır. Yaşayış binaları Zəngilanın gözəl mənzərəsi, təbiəti ilə iç-içə yerləşdirilib. Paylaşmaq gözəldir, həmişə. Boş vaxtını fiziki hərəkətlə, sağlam həyat tərzi ilə keçirmək istəyənlər üçün də hər cür şərait var. Eləcə də uşaqların əyləncəsi üçün. Yoxlayaq da həm də necə işləyir. Velosiped həvəskarları üçün də rahat olacaq. Ayrıca zolaqlarla hərəkət imkanı var. Hazırda Prezident İlham Əliyevin Zəngilan şəhərində sakinlərlə görüşəcəyi və açarları təqdim edəcəyi məkanda son hazırlıq işləri davam edir. Günəşin düşmə bucağına uyğun olaraq çadırın bir hissəsi bağlanır. Şükür bu günə torpaqlarımız yeri alındı. Bizim möhtərəm prezidentimiz, onun qətiyyətli addımları, gücü iradəsi nəticəsində biz öz doğma torpaqlarımıza qayıtdıq. Görün neçə yaşında çıxmışam, 16 yaşında artıq 50 yaşım var. İnşallah ki, torpaqlarımızda yaşayarıq, yaradarıq. Mən uzun illər yataqxana şəraitində yaşamış, bugün Zəngilanda öz müqəddəs peşə fəaliyyətini davam etdirən, müəllim kimi çalışan bir gənc olaraq, eyni zamanda Zəngilanın qayıdış prosesində iştirak edən müəllim olaraq hər birinizi salamlayıram bizim gözəl Zəngilanda. Bu işdə əməyi keçən hər bir kəsə sonsuz təşəkkürümü bildirirəm. Elə bu məhəllədə böyümüşəm. Burada bizim o vaxt Jildom deyirdik. Yəni yaşayış binalarında 2 mərtəbəli. 19 il yarım burada yaşamışam. Burada tamam başqa cür hiss edirəm özümü. İndi də gəldim, hər yer doğma. Buradan məsələn görünən yerlər var. Bəli, bəli. Buradan görünən yerlər var. Hər bir yerdə xatirələrimiz var, hər bir yerdə. Gözünüz aydın. Sağ olun, sağ olun. 43-cü yaşayış məntəqəsi. Zəngilan şəhəri böyük qayıdışı qəbul edir. Prezident İlham Əliyev görülmüş işlərlə yerindəcə tanış olacaq. Bu vaxta qədər Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndlərinə böyük köç baş tutmuşdu. Bugün isə Zəngilan şəhəri keçmiş məcburi köçkünləri qarşılayır. Prezident İlham Əliyevin iştirakı ilə.
bu qayıdışın Ulu Öndər Heydər Əliyevin doğum günündə baş tutmasının həm də bir rəmzi mənası var. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi. Biz onun davamçıları, onun vəsiyyətini yerinə yetirdik və bugün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur. İşğalçıları torpaqlarımızdan qovaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik. Onların təqdim edilmə mərasiminə başlayır. Dəvət olunur Sarıyev Əli Məhəmmədoğlu. Sağ ol. Minnətdarım. Şəhid olsun. Küçük Gümüşdən. Harda hər şəhid olur. Xocavətdə. Allah rəhmət eylesin. Oktyabrın 20'si şöyle. Allah rəhmət eylesin. İşte inşallah zamanla ne kadar borcu ne de onların tarafı. Çok Allah şey rəhmət eylesin. minnettar. Sağ ol. Benim Buyurun. Hayırlı. üzülü sarmam. 8 bin yaşa danışabildim. Üzülü sarmam. Ben sana minnettar. Sağ ol. Çok sağ ol. Yola sağ ol. Fotoqrafların təklifi ilə foto çəkilişinin yeri dəyişdirilir. Prezident İlham Əliyevin təklifi ilə sakinlərlə tək-tək fotolar Zəngilan məscidinin və məktəbinin fonunda çəkilir. Burada hələ xəstəxana yoxdur. Modul xəstəxana. Modul, orada işləyəcək. Göstərilir. Biçildi fəaliyyət. Orada işləyəcək. Onlar ikimiz də bitir. Evet. Siz de həkimsiniz. Yox. Oxşuyursunuz. Çox. Bacısınız. Yox. Prezident İlham Əliyev Zəngilan City Park otelində təməlini qoyub. Oteldə 116 nömrə ilə yanaşı restoran, çoxfunksiyalı iclas otaqları, idman zalı və açıq terras yaradılacaq. Burada ümumilikdə 120 nəfər işlə təmin ediləcək.